ki, Türk kimdir? Ola bilər ki, qan cəhətdən Türk olsun, amma Türkçe düşmən olsun və başqa millətə xidmət eləsin. Məfkürə cəhətdən, mədəniyyət cəhətdən Türk olmasın, Türkçədə danışmasın. Bu Türk deyil. Ola bilər ki, başqa xalqdan olsun, Türkçe danışsın, Türk mədəniyyətinə daşısın, Türk millətinə xidmət eləsin, ictimai varlıq kimi Türk kimi fəaliyyət göstərsin. O daha Türkdür. Ağdənizdən öndə biz ona Aralıq dənizdə deyirik. O dənizdən başlamış ta Sakit Okeana qədər, uzaq şərqə qədər tamamilə bunların hamısı Sibirin içərisində olmaqla. Türk məskənləridir, Türk torpaqlarıdır. Böyük Türk millətidir. 250 milyon deyirlər, 270 milyon da deyən var. Mən də təqribən belə o aradadır. Mən bu millətdə də özlədim, 250 milyonun, 270 milyonun fərqli sayılır. Ancaq bunun içərisində əlbəttə mən bu 250 milyondan düşünmək gücüm yoxdur. Xidmət etmək gücüm hələ ona çatmaz deyil. Biz birinci olaraq Azərbaycanı vəziyyətdən çıxartmalıyıq. Çünki Azərbaycanda yaşadığımız bu torpağın ağır durumdadır. Erməni işğal altındadır. Parça-parça olur, bir hissəsi Rusiya verilir, bir hissəsi Gürcüstana qatılıqdır. Böyük bir qismdəki əsas hissəsi Fars rejiminin, Fars şovinizminin, Tehran rejiminin hakimiyyəti və işğal altındadır. Fikirləşirik ki, mənim fikrimcə mən elə ola bilsin ki, bir qədər də artıq sözə yol verməmək üçün 40 milyon deyirəm, amma bəzi kitablarda 50 milyon deyirəm. Mən hələ 40 milyon deyirəm, şəxsi 50 milyon heç demirəm. 50 milyon yəni bizim ziyalılarımız, Azərbaycan ziyalıları, Azərbaycan türkləri, onun 50 milyon olduğunu bilişinlər vurğulayırlar. Mən deyirəm, yaxşı 40 milyonu deyirəm, 50 milyon deyirəm, 40 milyon deyirəm. 40 milyon Azərbaycan türkünün nə üçün para parça olsun? Niyə birləşməsi, bunun vahid dövlətin nə olması? Ona görə də mən Türkəm, Türk millətçisiyəm.